Aşkımla gedirik. Aa, şuradan açayım. Ha? Lazım olan ərzaqları aldım. Kartuşkaydı, bir de şüyüt idi. Şimdi bir stakan çayımı içim inşallah. Sonra başlayaq sizlərlə hazırlamağa. Mən xoşlayıram həmişə mağazindən gələndən, harası gedəndən sonra yəni harası gedib gələndən sonra xoşlayıram ki, çayımı içim, sonra işim başlayım. Yəni birdən-birə durum, gələn kimi oturum, işimi görüm, elə sevmirəm. Amma danışır. Çay içim, sonra da həmişə kimi əlindən pozmayam. Təşəkkürlər. Telegramdan danışmaq istəyirdim. Ki, bilənlər bilir, bilməyənlər üçün də rahat olsun deyənə. Telegram kanalı superdir. Elə bil ki, WhatsApp'dır da. Necə ki, WhatsApp'da belə yazışmırsınız sevdiyiniz insanlarla. Həmçində elə Telegramda xoş olar mənə. Gəlib abunə ola bilərsiniz. Orada deməli istədiyiniz sualları və haqqında, milyon da danışır. Milyon haqqında nə suallarınız varsa verə bilərsiniz. Mən də gündəlik maraqlı videolarla paylaşıram. Mili ilə, evdən. Yəni tam səmimi. Mən keksundan verdən olsun. Xəncərəm bu günləri keks eləyib. Keks yox, neydi adı? Cheesecake. İndi göstərəcəm sizə, superdir. Bəlkə bir gün resepti ilə paylaşar bizimlə. Yəni, baxın. Cheesecake yarısını yemişik. Təzə pişib, amma yarısı yoxdur. 1 saat yox. 1 saat 2 saat. 2 saata yaxındır da. Çox dadlı deyə. Özü çox elə tez hazırladı. Mən cheesecake-ləri hazırlayanda 200 qram, 250 qram yağ əlavə edirəm xəmirinə də. 30 qram bəlkə yağ vur da, hə? Mən dedim yağ vur, o dedim amma bəsdir. Mən dedim vur, belə bu cürlə qəşəng dadlı alındı. Kəs də, buradan yiyib. Zəhmət olmasa buna bir dənə həll elə. Harda qalmışdıq? Müraciətdə. Onu sizlərə demək istəyirəm ki, yəni hər cürə insanlara müraciət olunur. Sizdəsə mən də elə düşünürəm ki, səmimiyyət olmur da, belə yaxın səmimiyyətli olmur. Yəni ona görə düşünürəm ki, bütün qohumlar, tanışlar bilir ki, mən həmişə danışanda xoşum gəlir ki, canik deyirəm, canik bilirlər. Həmçinin də mənə belə vzaimlə də cavablayırlar. Ona görə mən də çox istərdim ki, yəni sizlərlə də eyni, çox evlərə qonaq oluram da. Yəni baxırsınız, izləyirsiniz, yazırsınız, yorumlar, çox sağ olun. Allah razı olsun. Ona görə mən də istəyirəm ki, belə paylaşım da, yəni caniklarım. Ürəyi də düz elədim, xəncərdən öyrəndim. Yəni caniklarım. Oh, Mili də gəldi. Milin də xoşu gəldi. Aşkım, çayım soyudu bəs. Bəh. Papam demişkən, bəh. Baxın, belə qəşəng. Üstü vişnəlidir. Həmişə meyvələr qoyuram da yaydan, hər fəslində də. Demək olar ki, cürbəcür meyvələrdən yığıram, qoyuram. Göstərmişəm, sizlərlə paylaşım etmişəm. Çətin bir şey deyil də. Uşaqlar xoşlayır da, qışda. Ay, sağ ol. Baxın, belə bu şəkildə adi kloka tökürəm. Yuyuram, kloka tökürəm, xaladenika, marazinika, dondurucuda saxlayıram. Bu vişnədir. Vişnəni də bol eləmişdim, bibi sağ olsun, bibi gelin bağından yığmışdıq. Mən də elə bilirəm, vişnə qutarıb da. Dünənlə baxdım, gördüm ki, ay nə qədər maşallah vişnə var. Dünənlə prosta uşağa dedim ki, xaladenikdə bol vişnə var. Bu günlə durub, qəşəng anasından tez. Bunu mənim üçün hazırlayıb. Kimin belə balası var? Sən prosta yeyəm, spiyim. Ne olay bakasız gibi. Çizeyim misin? Açlarım. Yok. Turşudan. Çok severim. Turşulu piroglarım. Tatlı olur. Başlayaq hazırlamağa. Milyon. Əsas ərzaqımız bizim milyondur. Bir dənə. Qalxır xaladenin üstünə. Lazım olan ərzaqlarımız çox sadədir. Kartuşkadır. Təzə kartuşka aldım. Şüyüt aldım. Əsas kartuşkadır. Bu qədər də kartuşka vurmuruq. Sadəcə 2 dənə kartuşka bizə lazımdır. Soğanı unutmuşam almağa. Bir də axut yoxdur. Durum mağazinə getməyə bir dənə soğana görə hər bir şey bir çarə var. Xəncər yadıma saldı ki, biz həyətdə soğan əkmişik. Belə yaşılları çıxıb. Onu kəsib anaya gətirərsən. Nə qədər? Nə qədər? Biraz. Belə qəşəng soğan əvəzi olsun da. Belə dad qatsın. Soğan axı dadlı eləyir. Çörək çıxırıq, soğanlar tapırıq belə. Bilmədim nə qədər onun üçün belə.
Ya da yox, bəlkə yekə lazımdır. Ya yekələri. Bu qədər belə. Bu qədər soğan lazımdır. Böyle. Yəqin qaranlıqda görsənir. Yəni bu qədər. Bu Baxın. qədər soğan oldu. Bu kadar. Ha olsun. Хорошо. Bəsdir. Bəsdir, Əslində bəsdir. doludu da orada. Mən də bu qədər gətirdim. Yok bu kadar bəsdir. Soğanı yudum, koydum. Mənə lazımdır burada 2 dənə kartuşka. 2 dənə kartuşkadan bol alınır da. Yəni belə təzə kartuşkadır, qəşəng. 2 dənə eləyim, hə? Bacı. Özellikle qəşəngdir ki, görəcəksiniz axırda. Videonu sona qədər izləyin. İnşallah axırda görəcəksiniz ki, çox super rahat, əlinizdən tutan pratik deyirlər də. Resepti çox gözəldir. Ona görə hazırladım, əlimdə durmuşam. Elə bir baxayım. Ona görə dedim ki, sizlərlə də caniklarından da paylaşım. Biraz şöyti çox vurmuram, yəni çoxdur da burada. Burada şöyti də niyə vururam? Kartuşkaya çox yaraşır şöyt düşünürəm. Mənimlə razısınızsa kommentdə yazın. Balam gəldi. Şöyt sevən balam. Nədir? Gəl sənə buket verirəm. Nə? Mili, nə? Balam üçün doğrayım. İlk onu yedizdirim, sonra özümüz. Gözdə milyon. Milyon gələn kimi buralara bomba düşür. Gözdə yum gətirim. Milyon dağıtmağı sevir. Buralarda gəl balacan verim sənə. Deyim yum gəlir. Məni yox. Çox xırda doğrayam. Yəni şüyüt lap xırda olmalıdır. Bu qədər bəsdir ya. Bu qənadır. Xəncir video çəkəndə mən dəhşətə gəlirəm də. Hələ Zeyzanı demirəm. İnanırsınız, elə bilirəm ki, palatka toyundayım. 90'da da elə bil 95-97 mamagil aparırdı, toya gedirdi. Hə, otururdu, kamera gələndə yemirsən, belə otururlar. İnsan belə yeməyi zadı welcome görsən ki, yəni yemirsən. Onlar da necə çəkirlər? Elə bilirsən gediblər, yeyirsən, baxsan buradan çəkir, buradan çəkir. Yəni deməksim xəncirlə Zeyza elədir. Yəni görün mən nələr çəkirəm. Hər dəfə məni elə bil maşına vremeni də o vaxtda düşürəm. Biri oradan çəkir, biri burada soldan, sağdan, yuxarıdan, aşağıdan. Belə itirirəm, bilmirəm nə edeyim, hara baxım, necə baxım. Amma maraqlıdır. Hər dəfə uşaqlar mənə aparırlar o vaxtlara. Sveji kartuşka çox dadlı olur. Bunu qəşəng belə yuyanda da duxovkaya atırsan, olur vkusna. Elə olur nənəm qabıqla atır. Qabıqla da olur qəşəng. Prosta qabığını qəşəng yumaq lazımdır. Quyruqla qəşəng kartuşkanı qızardırsam, quyruğu çox sevirəm. Adi kartuşka qızardanda da quyruq əlavə. Quyruq yağında bişirirəm də. Ay, bir kababı, zadı, ən dadlı yeməyi də vurub keçir mənim ailəmimdə. Çünki mən kartuşkanı çox sevirəm. Hər bir şəklini, əsas da qızardılmış şəklini vəbşə. Sizin ən sevdiyiniz yemək nədir? Kommentdə yazın. Bəli, Xəncir sual verdi. Xəncirin ən sevdiyi yemək nədir? Dolma. Nənə dolması. Onu yəqin ki, bütün uşaqlar, bütün fanatlarım bilir ki, nənə dolması, Pomidor üç dolması. bacı. Pomidor. Hə, üç bacı. Onun yanında dostu var, badımcan var. Bunun indi ən favorit yəni pomidordur. Hə, üç bacı dolması. Pomidor candı, qalanı yalandı. Süd çalışırıq ki, sveji süd alaq, korobkada olmasın. Amma olmayandan da ki, məcbur adam alır. Fərq eləmir. Axır bizə süd lazımdır. 250 milli. Kartuşkalara rəndələyirəm. Yəni yekə gözdən rəndələməyin. Bizə lazımdır ki, o belə xırda olsun da. Allah belə xırda göz yoxdur. Bax ondan rəndələyirəm. Kimin aparatı var? Blenderi. Atın blendera, o daha rahat. Xəncir mənə təklif elədi. Amma yorma özünü, at blendera. Dedim, yox. İnşallah. Dedim ki, göstərim ki, yəni nə qədər hasansdır da. Ola bilsin ki, kimdəsə blender yoxdur. Ya da ki, daha rahatdır bununla rəndələmək. Ona görə mən bu şəkildə göstərim sizə. Əslində 2 dənə kartuşka da yorucu deyil ki. Zato deyər. Bu əzaba, əzabı. Zato deyər yəni bu 2 dənə kartuşka nədir ki, rəndələməyə o cürünə qəşəng dadlı bir şey alacaq. Bizdə yəqin ki, çox uşaqlar kimində, çox evlərdəki kimində uşaqlar biraz kaprizm olur da, hər yeməyi yemirlər. Ona görə mən də sizlərlə elə yeməklərlə paylaşıram ki, hansı ki yeməklər mən uşaqlarım sevir. Düşünürəm ki, çox uşaqlar elə sevər. Rahatdır da. Əsas biz nə istəyirik valideynlər, uşaqlarımız yesin. 2 dəqiqə keçmədə uşaq hazırdır. Hə, mən hələ danışa elədim. Danışmayanda daha çox xotlanıram. Bunu, yəni rəndələdim, bunu götürürəm. Soğanımız olsaydı, soğanı da rəndələyirik. Ağ soğan olsaydı, rəndələyəcəkdim. Ona görə bu yaşıldan xırda doğramışam. Kartuşkanın üzərinə tökürəm soğanı.
ve üşüdü. Dediğim kimi kenarda sındırın. Birdən də xarab çıxar. Produktlarınız israf olmasın. Bir. Ay. İki. Duzdan başqa ədviyyat lazım deyil. Elə duz bəs eləyir. Çünki bunun öz iyləri var da, qəşəng. İstəsəz sarımsaq əlavə edin, amma sarımsağı da hər kəs sevmir. Duz. Biraz belə qəşəng. Qaldı un, bir də süd. Yerinə. Süd bizə lazımdır 1 stakan. Stəkan. Gəlin stakan gətirim. Qatışdırım, sonra südü əlavə edim. Qəşəng belə qatışdırım, baxın. Qəşəng masadır. Hamısı bir qabın içində baş verir ha. Bəli. Əlbəttə ki, rahatdır da, qəşəngdir. Çəkilişə görə belə görsənir. Əslində, yəni çəkiliş olmasa adam öz necə olur, rahat kuxnada. Tık bunu doğradı, bunu elədi, bunu tökdü, qatışdırdı, atdı, pişirdi. Vəbşə 5 dəqiqə, eynən. Yəni sizdə elə alınacaq. O mənim üçün çətindir ki, elə akurat nə olsun, aparıcı elə. Amma siz bunu hazırlayın, prosta durun, bax. İndi baxırsınızsa. Durun, gedin bunu hazırlayın. Deyəcəksiniz ki, Allah, nə yaxşı. Baxın, 1 stakan da süd üzərinə tökürəm. Qəşəng qatışdırıram. 1 stakan bəs eləyir. Bunları yığışdırıram. Vəsə, un gətirirəm. Un da ki, 1 stakan, onda. O da 1 stakandır. Yana qlaz edeyim, masanı sizə göstərəcəm də necə olur. Göz ölçüsü ilə eləyəcək. Göz ölçüsü ilə eləyirəm. İndi göstərəcəm, siz də biləcəksiniz də nə demək istəyirəm. Onu tökə qatışdırıram. Qatı lap olmamalıdır. Blinçik hazırlayanda necə olur? Belə sıyıq da, bax elə olmalıdır. Və ən axırda hamısını hazır eləyim, yağ əlavə edəcəm. Duru yağ. Ki pişəndə yapışmasın. Bu qədər caniklarım. İndi isə tökürəm yağı. Yağdakı nə istəsiniz, hansından evdə var, hansı duru yağdan var, fərq eləmir. Mən zeytun tökürəm. 1. Bu da 2. Qatışdırıram. Baxın, belə bir massa alınmalıdır. Belə, qəşəng massa. Yandırdım. Bu isti olsun, pişirək. Tava isti olsun. Biraz tavanı yağlayıram. İlkdən tavanı biraz yağlayıram. Belə. Yəni isti olsun, göstərəcəm. Bunu istəsəz səhərdə, yəni zavtırıqda, səhər yeməyinə hazırlayın. Şirin çayla, pendirlə, smitanla super olur da. Arasına qoydunuz, bükdünüz, yediniz. Yəni necə istəyirsiniz? Mən də axşama eləyirəm. Çünki yapışmasın. Bismillah. Tökürəm. Belə böyük blinçiklər hazırlayıram, balaca olmasın. Bu şəkildə yayıram. Yəni qaşığın köməkliyi ilə, çömçənin köməkliyi ilə. Eyni blinçik kimi eləyirik. Blinçik, da. Vəsə, baxın, bu şəkildə açırıq. İstəsəz biraz da böyük aça bilərsiniz. Qəşəng bişir, sonra da çeviririk, o bursuzü bişsin. Çevirirəm, baxın, göstərim. Necə rahat olur. Hoppa. Biraz da qızartmaq lazımdır. Heç 2 dəqiqə keçmədi ya. Hər üzü 2-3 dəqiqə bişir də. Rahatdır. Çox. Bakın. Hoppa. Baxın, necə superdir. Yeni gətirmişəm. Çox qızartmıram. Baxın. Bismillah. Bu şəkil bəs eləyir ki, bişir, tam bişir. Qəşəng bişir. Buna qəşəng, elə bu şəkildə də yemək olur. İlici sos hazırlayın. Smitanla da çox dadlı olar. Sarımsağı da vurun. Qatdıqla da olar, yox? Ya da smitana. Smitanı sən eləyirdin, şüd. Smitana şüd qatırsınız. Duzluq ya. Duzluq ya da balaca kəsib atırsan. Alır sos. Hə, bax sos eləyin. Mağazindən almaqdansa ketçuplar, soslar, cürbəcürə də heç nə deyə evdə hazırlamağa. Yəni özünüz üçün qəşəng eləyin də.
Mırtla uşaqlarla danışırdıq. Baxın, nə qəşəng. Uşaqları qoymuram yeməyə. İsti-istidə. Deyirəm, əl vurmayın. Qoy tam hamısını hazırlayım. Belə göstərim sizə necə qəşəng olur. Boyları da. Böyle kremləyirsən, olur tort. Üstünə də şam. Ha, şam. Niyə şamı ancaq tortun üstünə qoyurlar? Bu doğrudan bu sual indi şey olacaq. Popular olacaq internet. Xəzər xəbər sizə çəkəcək. Az sonra. Niyə də? Həncə, gəl sənə tort eləməyək. Ha, aşkım. Gəl sənə Nə başqa şamın tortun üstündə niyə qoyaq ki? Mən çox şey yeyirəmsə. Da qoy pomidor dolmasının ortasında şam. Gəl bu da sürpriz olsun. Qaçırmasınlar. Xəncərin ad gününə az qalıb. Qoy baxsınlar ki, xəncər şamı yəni tortda yox. Nədə filəcək? 2-5. Hazır oldu. Baxın. Gəlin kəsəyə dadına baxın. Yəni bıçaq. Özünüz gördünüz ki, necə Hasan və tez hazır oldu. Həm də bu qədər də alınır, yəni bir ailəni doydurar. Bəli, düzdür, doydurar. Tutumlu deyə. Belə baxma ki, nə? Adi bilinçik necə olur, nazik olur da. Hə. Amma bu samoşla içində tutulur kartuşka, un, yumurta. Tam super. Qəşəng kəsirik onu. Dediyim kimi sousla belə hazırlayın, uşaqlarınız verin, qəşəng otursunlar, yesinlər. Oh, qəşəng. İsti paylaşıram da. Biri getdi. Not olsun. Benim kızımın emosiyası. Qəşəng 2 dəqiqəyə hamısını qatdınız, qatışdırdınız. Bişdi. Vəsə, qəşəng daddı. Həm zavtırıq, həm axşam yeməyi haçın veririz. Ya da atışdırmalıq, elin qoyun stola. Gedək ketçup hazırlayaq. Bir də ketçup hazırlayaq, qəşəng sos hazırlayaq. Və filmi qoşub yeyək. Film qoşaq və yeyək.